Deməli belə, əlimizdə 3 dənə müxtəlif uzunluqda şam var. Ancaq bu bizim şamlarımız müxtəlif uzunluqda olmasına baxmayaraq, müxtəlif keyfiyyətli olduğuna görə, yəni bir-birlərinin keyfiyyətlərinə görə, fərqləndiyinə görə hər 3 şam eyni zaman müddətində yanıb bitir. 3-ü də 40 dəqiqə yanır. 40 dəqiqə ərzində, yəni yandırsa, biz onları 40 dəqiqə ərzində 3-ü də yanıb sönəcək. Deməli, əlimizdə bu 3 dənə şam, bir də bunları yandırmaq üçün kibritdən başqa heç nəyimiz yoxdur. Yəni əlimizdə olduğunda sadəcə bunlar. Başqa heç bir ölçü vahidimiz, ölçü vasitəmiz yoxdur. Sualımız belədir ki, bu 3 dənə şamdan istifadə etməklə bizə lazım olan 35 dəqiqəlik zamanı təyin etməliyik. Bir sual belədir. Necə edə bilərik ki, biz 3 dənə 40 dəqiqə ərzində yanıb sönən şamdan istifadə etməklə 35 dəqiqəlik zamanı təyin edək. Doğru hesab etdiyiniz cavablarınızı rəy bölməsinə qeyd edə bilərsiniz.